Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayra mübeddel eylesin. Bu ayda ettiğiniz cemi ibadetleri Ehl-i Beyt'e hatir, Kerbela şehirlerine hatir, öz dergahında kabul eylesin. İndiki söhbətimdən, ileride olan söhbətimdə dedim ki, adeten geçmiş dövrlerde söhbətə başlayanda salavatla başlayardılar. Baxmayaraq, indi elə alimlərin söhbətlərinə rast gəlirsən, heç nə salavatı var, nə salamı var, nə Euzubillahimineşşeytanirracim deməyi var. Onları da mən qınamıram. Ola bilsin kimsə onların söhbətlərini elə kəsir ortadan atır. Yəni ona görə ola bilər. Elə ola bilməz ki, onlar salamsız, kəlamsız sözə başlasınlar. Əslində Allah Teala'nın işlərinə baxanda görürsən ki, hər bir işə əvvəl başlayanda Bismillah ilə gərək başlayasın. Çünki Bismillahirrahmanirrahim sözünün tərcüməsinə diqqətlə baxanda görürsən ki, hələ bu Bismillahın tərcüməsində belə deyilir. Başlayıram bir olan Allahın adı ilə ki, rəhm edə dünyada həm möminə və həm də kafirə. Amma qiyamətdə isə rəhm edər fəqət möminlərə. Deməli, bu sözün özündə belə bir məna gizlənib ki, deyilir, başlayıram. Yəni, bu Bismillah kəlməsindən qabaq heç bir söz deyilməyib. Əgər deyilsəydi, daha başlayıram deyilməzdi. Yəni, heç bir sözə, əmələ işarə olunmayıb. Təzəcə bu sözə başladı. Hələ işin yəni əvvəlidir. Ona görə deyir ki, başlayıram. İkinci bir Bismillah ilə başlamağın dəlili budur ki, Allah Teala'nın olmayan vaxtı olmayıb. Yəni, Allah Təbarək və Teala heç bir vaxt olmamış olmayıb, həmişə olub. Allah Teala buyurur, mənim bu aləmləri yaratmağımın səbəbi və cümlə insanları və cinniləri və mələikələri yaratmaqda məqsədim bu oldu ki, necə ki Qur'an-ı Kərimdə buyurur, və ma xalaqtul cinnə vəl insə illa liyəbuduni. Yəni cümlə mövcudatı, yəni bütün bu varlıq aləmi yaratmazdım. Fəqət ona görə yarattım ki, mənə ibadət etsinlər. Əslində, hətta bizim nəzərimizdə cansız görsənən o dörd ünsür də, ot, su, hava, topraq, onlar da Allah Teala'ya ibadət edirlər, ancaq biz onları dərk etmirik. Hədis-i Qudsi kitabında isə belə buyurulur. Mən bir xəzinə idim, dost tutdum tanınmağı. Bəs xəlq etdim məxluqatı və mələkləri, cinniləri və tanınmağın da yolu budur ki, mənə yaratdıqlarım ibadət etsinlər və mənim əmrlərimə və nəhiylərimə itayət etsinlər. Buna görə də peyğəmbərlər, rəsullar, yəni elçilər göndərdim onlara ki, tayin ki, qiyamətin günündə deməyələr ki, biz nə biləydik ki, İlahi Pərverdigara, sənə biz ibadət etməli imişik və ya nə noyu sənə biz ibadət etməli imişik. Odur ki, Allah Teala da deyir ki, biz öz elçilərimizi, yəni rəsullar
gönderdik. Sizlerden olan insanlardan karar verdik. Onlar size bizim sözlerimizi çatdırmaqda ve sizin onları başa düşməkdə sizin bir çətinliyiniz olmasın. Ve sizin kıyamette bize demeye sözünüz olmasın. Ki yani biz ne biləydik ki size yani ilahi pərverdigara sənə ibadet etmək lazım imiş. Belə ki biz öz peyğəmbərlərimizi sizə öz möcüzatlarımız ile gönderdik. Bu möcüzatlarla siz onların peygamber olmalarına inanasınız. Ve bizim tarafımızdan o möcüzatların onlara verilmesine sizde yəqinlik hasıl olsun. Bir gün Peygamber salavatullah buyurdu. Allah Teala'nın ilk halk ettiği evvelinci varlık benim nurum olup. Ben bunları size deməkdə benim məqsədim var. Sözü gətirib indi ora çıxardacağım. Hələ o vaxt bu alemlerden hiçbirini yaratmamıştım. Ne iptidai alemden, ne intihai alemden bir eser alamet yok idi. O sultanın nuri şerifi vücuda geldi. Hazreti Bari Celle ve Celaleye tazim ederek Allah Teala'ya tesbih ve tehlile ve zikirler etmeye meşgul oldu. Yani tarifler demeye meşgul oldu. Hazreti Nur'un icadı keyfiyetinde çok haberler alimlerimizden bize gelip çatmıştır. O cümleden indi burada ben onların hamısını size diyebilmərəm. Ama birini burada qeyd etmişim. O cümleden Hazreti Server-i Kainatın nuru cümle mucizatlardan belə ki ərşidən, kürsüdən, lohdan ve qaləmdən bütün yani yaranmışlardan 900 bin il evvel vaqi olmuştur. Ta ki Hazreti Nur'u neçə müddətlər seyr etdikdən sonra Allah Teala'ya secde etmeye memur oldu. 1000 iller, dünya illerinden Allah Teala'ya secde edip Subhanallahi sözünü zikredirdi. Yani Allah'ım sen pak ve münezzehsen. Sonra Hallak-ı alem irade elədi ki bu alemlerde olanları yaratsın. Odur ki Peygamberimizin nurundan bir cövher halk etti. Cövher dedikdə elə bil bu cövher bu alemlerde olan varlıkların bir yere toplum şeklinde olan bir varlık idi. Sonra Allah Teala o cövhere nəzər-i heybəti ilə yani öz qüdrəti ilə nəzər etdi. O cövher Hakkı Teala'nın nəzər-i heybətindən iki hissə oldu. Astronomiya elmində isə belə deyilir. O cövherin hissələrindən bu ulduzlar ve bu alemler cümlesi yarandı. Bir hissəsindən o cövherin bir hissəsindən su olup harekete geldi. Bir saniye veya türfetül eyni yani saniyenin minden bir hissəsindən de çok vaxta deyilir. Olan vaxt bir yerde karar tutmadı. Allah Teala onu öz qüdrətiyle bir neçə hisselere ayırdı. Onun bir hissəsindən de ərşi veya luhu yarattı. İkinci hisseden ise qələmi xalq elədi. Qələm dedikdə o qələm yani bizim elimize götürdüğümüz qələmlərdən değil. Bir misal deyəcəyəm, yaxşı başa düşəsiz. Her kuşun yumurtası ya balası özüne uygun olur. Serçenin yumurtası lap balaca, toyğun ki ondan büyük, deve kuşunun yumurtası daha büyük vesaire. Allah Teala'nın da qələmi öz qüdrətinə uygun yarandı. Belə ki, qələmin uzunluğunu alimler belə təsvir ediblər. Qələm deyəndə biz qələmi əlimizə götürüb yazırıq məsələn. Amma Allah Teala nəvzubillah qələmi əlinə götürüb yazmır. Allah Teala ilə yaz deyəcəyin qələm özü. Yəni dediyim kimi hər bir
yaranmışın canı olduğu kimi qələm də itaət edib yazır. Qələmin uzunluğunu alimlər belə təsvir ediblər. Uzunluğu 500 illik yoldur, eni 40 illik yoldur. Bir xəbərdə 100 buğumu, bəlkə də bu buğum dedikdə hissə nəzərdə tutulur. Hər buğumlu da 50 illik yoldur. Bəs Allah Teala, yəni Allah ələm yazmışam bunu, yəni Allah bilər də, bunlar bizə aid olan elm deyil. Bəs Allah Teala qələmə xitab edib buyurdu, yaz. Qələm dedi, ya Rəbbim, nə yazdım? Səs gəldi, mənim xəlqidə olan elmimi yaz. Xəlqidə deməkdə bəlkə də burada məqsəd dünyanın, yəni aləmlərdə baş verən bütün hadisələri sonuna qədər, yəni bu aləmin, indi biz yaşadığımız aləmlərin sona yetişinə qədər olan elmlərini Allah Teala buyurdu ki, yaz. Və ya bəlkə də bütün aləmlərdə olacaq işlər nəzərdə tutulur. Qələm dedi, ya Rəbbim, nə ilə ibtida edim? Yəni əvvəlini hansı kəlmə ilə başlayım? Yəni mənim bu söhbətləri etməkdə sözü bura gətirmək idi ki, Allah Teala tərəfindən yenə səs gəldi və buyurdu, yaz, Bismillahirrahmanirrahim. Yəni Allah özü sözə Bismillah ilə başladı. Qələm Bismillah sözünü yazan kimi Allahın adının heybətindən iki hissə oldu. Bir neçə min il iki hissə halətində qaldı. Sonra huşa gəlib birinci hissə ilə Rəhmanir, ikinci hissə ilə Rəhim sözlərini yazdı. Odur ki, bu sözü yazanda arasında çıxma kimi işarə qoyulur. Allah Teala'nın Bismillahirrahmanirrahim sözündən sonra buyurduğu ikinci kəlmə bu olub. Qələmə əmr etdi ki, yaz. La ilahə illallah, Muhammed Resulullah, Əliyyün Vəliyullah. Yəni mən o Allahım ki, məndən qeyri məbud bir haqq yoxdur və Muhammed mənim Rəsulumdur. Və Əli əleyhissalam onun və mənim vəlimdir. Və o şəxslər ki, qəza və bəlalarıma səbr etsə və nemətlərimə şükür etsə və hökmümə razı olsa, mən onu sadiq yazdım və onları qiyamətdə sadiqlər ilə həşərə gətirirəm. Amma o şəxslər ki, mənim qəza və qədərimə təslim olmasa və bəlalarıma səbr etməsə və ona verdiyim nemətlərimə şükür etməsə və ya məndən qeyri bir özünə məbud, yəni Allah istəyə onları kafirlər sırasında yazdım. Burada çoxlu sözlər var, amma mənim məqsədim budur ki, sizə bildirəm ki, Allah Teala özü sözlərə əvvəl Bismillah ilə başlayıb. Odur ki, əfzəli budur ki, biz də Allaha iqtida edərək hər bir işə başlayanda əvvəl gərək Bismillah ilə başlayaq. Tənbih qafil adlı, yəni qəflətdə olanları ayıltmaq adlı kitabda belə yazılıb. Əvvəli Bismillah ilə başlanılmayan işin sonu purpus olar, yəni səmər verməz. Xeyr o işdə tapmaq olmaz. Yəni insana peşmançılıq gətirər. Xülasə burada Allah Teala'nın cümlə aləmləri və mələk və cinlərdən sonra Noy bəşəri, yəni əvvəliminci dəfə Adəm əleyhissalamı yaratmasına qədər olan söhbət tarix kitablarında hardasa 30 səhifə hələ var. Ancaq bizim mövzumuz bunlar olmadığı üçün bu mövzunun davamını burada dayandırıram. Allah Teala ömür verərsə və əgər Allah məsləhət bilərsə, Allahın izni ilə öz mövzumuzu, yəni İmam Hüseyin əleyhissalamın söhbətlərini tamamlayandan sonra bu tarixin davamını edərik inşallah. İndi bu söhbətimi burada dayandırıram. Bu söhbətdən sonra sizə irəlidə dediyim kimi Məfatül Cinan kitabında Ramazan ayının fəzilətləri haqqında olan sözləri diqqətinizə çatdıracağam.
Allah Teala bu ayda ettiğimiz ibadetleri, okuduğumuz Kur'an'ı, tuttuğunuz oruçlarınızı, ettiğiniz sadaka ve ehsanatlarınızı kabul eləsin. Allah Teala gelecek günlerinizi xoşbəxt eləsin. Allah bu müqəddəs aya və əhl-i beytə xatir bütün İslami arzularınızı əmələ gətirsin. Bu dünyanın imtihanlarını Allah Teala hamımıza Kərbəla şəhərlərinə xatir bizlərə asan etsin. Amin ya Rabbel alemin.